O narkoman və cinayətkar idi. 17 yaşında türməyə düşdü və 18 il azadlıqdan məhrum edildi. Amma azadlığa çıxandan sonra çempion oldu və 50 yaşlı dünya çempionu kimi tarixə düşdü. Bernard Hopkins hər şeydən öncə insan ruhunun gücünü sübut edən canlı simvoldur. Boks dünyasında onlarla əfsanəvi rekord sahibləri var, amma ən unikal nailiyyət idman ömrünün uzunluğudur. Filadelfiyalı bir gənc ətraf mühitin məhsulu idi. O narkoman və cinayətkar oldu. Bu cür hekayələrin 99% həbsxana və faciəvi ölümlə bitir. Cəllad qanun pozuntusundan ringin gördüyü ən yaşlı dünya çempionuna çevrildi. Bu iki çəki dərəcəsində dünya çempionu olan Bernard Hopkinsin hekayəsidir. Bernard Hopkins 15 yanvar 1965-ci ildə Filadelfiyanın kənarında anadan olub. Atası Bernard və anası Shirley gələcək çempionu valideynləri Amerika cəmiyyətinin iyerarxik piramidasının aşağı hissəsinə aid idilər. Onlar alkoqol və narkotiklərdən sui-istifadə edirdilər. Hopkinsin valideynləri uşaqlarını öz başlarına buraxmışdılar. Bernard küçə qruplaşmaları ilə əlaqə quraraq ətraf aləmi öyrənirdi. Uşaq yaşlarında da Bernard pis bir ətrafla, mühitlə tanış oldu və pis bir yolla da getdi. 11 yaşında ilk dəfə marixuana və ucuz şərab dadmışdı. 13 yaşından etibarən kiçik oğurluq və gecə ərzaq mağazalarının soyunları ilə məşğul idi. Bu cinayətkar həyat tərzi onu həbsxanaya gətirdi. 1983-cü ildə 17 yaşlı gənc 18 il azadlıqdan məhrum edildi. Bernard 56, yəni 4 il yarım çox həbsxanada qaldı. Bu ağır dövr onun həyat prioritetlərini dəyişdirdi. O yaşamaq üçün mübarizə aparmalı idi. Həbsxanada səhər yeməyi olaraq verilən yumurta tozu və nişasta onun iyrəndirirdi. Bernard siqaret payını çörək və yer fıstıqlı yağı ilə dəyişdirirdi. Aclığını boğmaq üçün çoxlu su içirdi. Cəhənnəmdə çox şey öyrəndim. Amma ən əsası özümü intizamla alışdırdım. Bu Bernard Hopkins sözləridir. Həbsxanada Hopkins ilk dəfə yumruq sənəti ilə tanış oldu. Hər bir insanın dəyərlərini yenidən nəzərdən keçirilməsi üçün həyatında bir məqsəd tapması vacibdir. Bernard boksçu yolunu seçdi. 1988-ci ildə Bernard azadlığa çıxır. Həbsxanada həyatı Filadelfiyalı gəncin xarakterinə təsir edir. 23 yaşlı cinayətkar bir daha azadlığını itirməyi planlaşdırmırdı. 88-ci ilin oktyabrında Hopkins peşəkar ringdə debüt döyüşündə Pensilvaniya ştatının çempionu Clinton Mitchell-ə qarşılaşdı və məğlub olur. Bu döyüş üçün $350 aldı. Bernard səyyah boksu olmaq istəmirdi. O çıxışlarına fasilə verərək işə düzəldi və ringə qayıtmaq üçün ciddi hazırlıqlarla başladı. Həbsdən çıxdıqdan sonra Bernard məşqçiləri English, Bow Fisher və Nazim Richardson rəhbərliyi altında məşq etdi. Hopkins öz unikal döyüş tərzini müdafiə hərəkətləri, hücumlarının inkişafı, klinç və qısa zərbələrlə əsaslanaraq formalaşdırırdı. Boyu 1.85, qol uzunluğu 1.91 cm idi. Bernard orta çəki divizionunda karyerasına başladı. O idman rejiminin fanatik idi. Döyüşlər arası belə ideal fiziki vəziyyətini qoruyur. Bernard kardio məşqlərə çox vaxt ayırır. O döyüş məsafəsi boyunca gücünü ustalıqla bölüşdürür və son raundlarda zərbə keyfiyyətini itirmir. Hopkins heç vaxt güclü zərbəyə arxalanmırdı, amma həm sağ, həm də sol əli ilə rəqibini nakauta sala bildi. Hopkinsin stili real döyüşlərdə formalaşmışdı. Peşəkarlıq və idman ömrünün uzunluğu ona əsasən texnikalarını avtomatizm səviyyəsinə çatdırmağa imkan verdi. 50 yaşında Bernard yüksək səviyyəli gənc boksçularla məşq sparringləri keçirirdi. Hopkins qidalanma baxımından asketikdir və o alkoqol və narkotiklərdən istifadə etmir. Bernard üçün boks həyat tərzidir. 18 il ərzində Hopkins fiziki hazırlığına məşhur fitness və yoga mütəxəssisi Steven Parker cavabdeh idi. Gənc döyüşçülər vaxtlarını yarısını çəki salmağa və başqa boş şeylərə sərf edirdilər. Həmişə formada olun və əsas iş üçün 2 dəfə çox vaxtınız olacaq. Bernard bir neçə dəfə idman ləqəblərini dəyişdi. Bihop, The Executioner, yəni Cəllad, The Alien, Yad Planetli. 1990-cı ilin fevralında Bernard ringə qayıtdı. 3 il ərzində Hopkins 22 qələbə qazandı. O orta çəki divizionunda Beynəlxalq Boks Federasiyası, yəni IBF xətti üzrə nömrə 1 statusunu əldə etdi. James Toney IBF titulunu tərk edərək ikinci orta çəki divizionuna keçdi.
IBF vakant titul uğrunda Bernard Hopkins və Roy Jones arasında döyüşü yaratdılar. 22 may 93-cü ildə Bernard və Roy ringdə qarşılaşdılar. Jones döyüşün əksər epizodlarında üstünlük göstərdi və hakimlərin eşidil qərarı ilə qalib gəldi. Hopkins Jonesla döyüşdəki uğursuzluğu 4 qələbə ilə bağladı. Roy IBF titulunu tərk edərək ikinci orta çəki diviziyonuna keçir. Yəni James Storm'un arxasıca vakant titul uğrunda Bernard Hopkins və Segundo Mercado qarşılaşdılar. 17 dekabr 94-cü ildə Hopkins və Mercado arasında döyüş hakimlərin qərarı ilə heç ilə başa çatdı. Döyüş zamanı Cəllad 2 dəfə knockdown düşdü. Beynəlxalq Boks Federasiyası yəni revanş döyüşünün keçirilməsini təyin etdi. 29 aprel 95-ci ildə Bernard 7-ci raundda Mercadonu nakauta saldı. 3-cü cəhddə Hopkins IBF versiyası üzrə orta çəki divizionunda titul qazandı. Hopkins IBF xətti üzrə 12 dəfə titulunu müdafiə etdi. Bernard Hopkins uzun müddətli müqavilələri imzalamaqdan imtina etmişdi. Cəllad Don King'in boks gecələrində hər döyüşçünün eksklüziv müqavilə əsasında iştirak edirdi. 29 sentyabr 2001-ci ildə Hopkins WBC və IBF titul sahibi kimi WBA versiyasının çempionu Felix Trinidadla döyüşdü. Bu döyüş əvvəlcə 15 sentyabrda planlaşdırılmışdı, lakin 11 sentyabrda ABŞ-da baş vermiş terror aktı səbəbilə 2 həftəlik təxirə salındı. Döyüşün təşkili Hopkinsin davranışı ilə kölgələndi. Puerto Rico'dakı mətbuat konferansında rəqibin ölkəsinin bayrağını yerə atan Bernard az qala azarkeşlərin hücumuna məruz qalmışdı. Polis onu böyük çətinliklə qorudu. Hopkins bu döyüşdə outsider sayılırdı 1-ə 2 nisbətən. Lakin o döyüş boyu üstün idi və 12-ci raundda Trinidad'ı nakauta saldı. Bu qələbə ilə Hopkins WBC, WBA, IBF versiyalarının orta çəki üzrə çempionu oldu. 18 sentyabr 2004-cü ildə isə Hopkins mütləq dünya çempionluğu uğrunda Oscar De La Hoya ilə döyüşdü, daha bir əfsanə ilə. Oscar döyüşə sağ əlində zədə ilə çıxmışdı. Bernard 9-cu raundda qaraciyər nahiyəsinə zərbə ilə onu nakauta saldı və boks tarixində ilk dəfə olaraq bir divizionda 4 əsas titulun sahibi oldu. Döyüşdən sonra Hopkins rəqibi De La Hoya ilə biznes ortağına çevrildi. Golden Boy Promotions ilə müqavilə imzaladı. Həmin Promotions Oscar De La Hoya'ya aiddir. 2005-ci ildə Hopkins 4 titulunu Howard Ismana qarşı müdafiə etdi və yekdi qərarı ilə qalib gəldi. The Ring jurnalı onu çəki dərəcələrindən asılı olmayaraq dünyanın nömrə 1 boksçusu elan etdi. 16 iyul 2005-ci ildə Hopkins Jermaine Taylor'a qarşı döyüşdə hakimlərin fərqli qərarı ilə məğlub oldu. Bu nəticə boks ictimaiyyətinin arasında böyük müzakirələrə səbəb oldu. Çox adam fikirləşirdi ki, Hopkinsi uduzurlar. WBC, WBO təşkilatları revanş döyüşünü təsdiqlədilər. IBF titulu bu dəfə risk altında deyildi. 2005-ci ildə Bernard Jermaine Taylor'a yenidən uduzdu və bu dəfə hakimlərin yekdi qərarı ilə. İkinci məğlubiyyətdən sonra Hopkins yarım ağır diviziyonuna keçmək qərarına gəldi və bu çəkidə dünya çempionu Antonio Tarver lider idi. 10 iyun 2006-cı ildə Hopkins Tarver'ı döyüşün 5-ci raundda knockdown saldı və yekdi qərarı ilə qalib gəldi. 21 iyul 2007-ci ildə isə Ronald Rinkirait-la 77 kilo çəki dərəcəsində vuruşdular. Döyüş çoxlu sayıda clinch-lə yadda qaldı. Hakimlərin hamısı qələbəni Hopkinsə verdi. 2008-ci ildə Bernard Joe Kazaki ilə The Ring jurnalı titulu uğrunda döyüşdü. Birinci raundda rəqibini knockdowna salsa da Britaniyalı boksçu sonraki raundlarda üstünlük qazandı və hakimlərin fərqli qərarı ilə qələbə qazanır. 18 oktyabr 2008-ci ildə Hopkins məğlubiyyətsiz orta çəki dünya çempionu Kelly Pavlik'la 170 funt çəki limitində döyüşdə yekdi qərarı ilə qələbə qazanır və daha sonra Roy Jones'la revanş döyüşü fürsəti əldə etdi. 3 aprel 2010-cu ildə 17 il sonra Bernard Hopkins və Roy Jones döyüş keçirdilər və bu qarşıdurmada Bernard Hopkins hakimlərin qərarı ilə qələbə qazanır. 2010-cu ilin dekabrı Hopkins WBC yarım ağır çəki çempionu Jean Pascal ilə döyüşdü. Hakimlərin heç qərarı ilə bu döyüş bitir, amma bu isə boks cəmiyyətində narazılığa səbəb olur. WBC revanş döyüşünü təsdiqlədi. 21 may 2011-ci ildə Hopkins Pascalı yekdi qərarı ilə məğlub edir və 46 yaşında boks tarixində ən yaşlı dünya çempionu olur.
Beləliklə o George Foremanın rekordunu geridə qoyaraq, yəni ən yaşlı dünya çempionu olur. 15 oktyabr 2011-ci ildə Hopkins WBC titulunu Chad Dawsona qarşı müdafiə edərkən ikinci raundda zədə alır və döyüş başa çatdırıla bilmir. Bu döyüş nəticəsiz hesab edildi, yəni no contest. 28 aprel 2012-ci ildə revanş döyüşündə Dawson hakimlərin fərqli qərarı ilə qalib gəldi. 2013-cü ildə Hopkins Tavares Cloud'u məğlub edərək IBF versiyası üzrə yarım ağır çəki dərəcəsinin titulunu qazanır. Növbəti il Bernard Beybut Şumenovu məğlub edərək WBA super titulunu da qazanır və son dəfə boks tarixini yazır. 2015-ci ildə Sergey Kovalyovla birləşmə döyüşündə birinci raunddan knockdowna düşür və döyüşü udzur. Bu döyüşdən sonra Hopkins karyerasını bitirməyinə qərar verir. Amma ondan sonra yenidən döyüşə çıxır və Joe Smithlə qarşı durmada 8-ci raunddan nakauta düşür, ringdən kənar yıxılır. Bu onun karyerasında ilk və yeganə nakaut idi. Peşəkar rekordu 55 qələbə, 32 nakaut, 8 məğlubiyyət, 2 heçsə idi. Peşəkar karyerasından sonra Hopkins Golden Boy Promotion şirkətində çalışmaqda davam edir. Oscar De La Hoya ilə birlikdə böyük döyüşlər yaradırlar. O boks tarixi üçün unikal bir şəxsiyyətdir. Orta çəkidə ən uzun müddət dünya çempionu 10 il, 2 ay, 17 gün. Eyni çəkidə ən çox titul müdafiəsi 20 dəfə. Boks tarixində ən yaşlı dünya çempionu, 49 yaşında son dəfə dünya çempionu oldu. IBF versiyası üzrə ən sürətli çempionluq nakautu, yəni Steven Frank'ı birinci raundun 24-cü saniyəsində məğlub eləyir. Bu, Bernard Hopkins haqqında tam və dolğun hekayədir. Küçə cinayətkarından əfsanəvi dünya çempionuna qədər uzanan inanılmaz, ağla sığmaz bir yol.